Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugün sizinlə maraqlı bir sualın izahını paylaşacağım. Əvvəlcə şərtdə verilənlərə nəzər salaq. AB və YC parçaları paraleldir. AB parçasının uzunluğu 12 cm, YF parçasının uzunluğu 6 cm, FD və TB parçasının uzunluğu 4 cm olarsa, DC parçasının uzunluğunu tapmaq bizdən tələb olunur. İlk öncə BYC bucağını alfa ilə işarə edək. ABY bucağı ilə BYC bucaqları çarpaz bucaqlar olduğu üçün ABY bucağını da alfa ilə işarə edə bilərik. YFD bucağı ilə AFB bucaqları qarşılıqlı bucaqlar olduğu üçün hər iki bucağı beta ilə işarə edək. YDF bucağı ilə FAB bucağı çarpaz bucaqlar olduğu üçün bu iki bucağı da qamma ilə işarə edək. Deməli, YFD üçbucağı ilə FAB üçbucaqları oxşar üçbucaqlardır. Yaza bilərik ki, üçbucaq YFD oxşardır üçbucaq FAB-yə. Üçbucaqların oxşarlığından istifadə edərək yaza bilərik ki, FYD üçbucağında qamma bucağı qarşısında duran tərəfin, yəni 6-nın FAB üçbucağında qamma bucağı qarşısında duran tərəfə, yəni 8-ə nisbəti bərabərdir. YFD üçbucağında beta bucağı qarşısında duran tərəfə bir A ilə işarə etsək, A-nın FAB üçbucağında beta bucağı qarşısında duran tərəfə, yəni 12-yə nisbəti. Tənasübün əsas xassəsindən istifadə edərək yaza bilərik ki, 8A bərabərdir 6 vurulsun 12, A bərabərdir 9 cm. İndi isə şəklə etdiyimiz əlavələrdən bəzilərini silək. Deməli, ATB bucağı ilə YTC bucaqları qarşılıqlı bucaqlar olduğu üçün hər iki bucağı beta ilə işarə edək. BAT bucağı ilə TCY bucaqları çarpaz bucaqlar olduğu üçün bu iki bucağı da qamma ilə işarə edək. Deməli, ATB üçbucağı ilə YTC üçbucaqları oxşar üçbucaqlardır. Yaza bilərik. Üçbucaq ATB oxşardır üçbucaq YTC-yə. Üçbucaqların oxşarlığından istifadə edərək yaza bilərik ki, ATB üçbucağında beta bucağı qarşısında duran tərəfin, yəni 12-nin YTC üçbucağında beta bucağı qarşısında duran tərəfə, yəni 9 plus x-a nisbəti bərabərdir. ATB üçbucağında qamma bucağı qarşısında duran tərəfin, yəni 4-ün YTC üçbucağında qamma bucağı qarşısında duran tərəfə, yəni 10-a nisbəti bərabərdir. Buradan 12 və 4-ü 4-ə ixtisar etsək, 3, 1. Yenidən tənasübün əsas xassəsindən istifadə edərək yaza bilərik ki, 9 plus x bərabərdir 30-a, x bərabərdir 21 cm. Yəni, axtarılan DC parçasının uzunluğu 21 cm-dir. Cavab D variantı.